Növbəti hərəkət ev alətlərindən olan oxlovla da yerinə yetirilə bilər, elə jgutla da yerinə yetirilə bilər. Sadə hərəkətdir və ancaq çox təsirli hərəkətdir. Sadəcə oxlovu tuturuq, qaldırırıq, salırıq. Qaldırırıq, salırıq. Bu qaydada. Çalışırıq sinəni çox açaq və nə qədər bacarırıq arxaya qolumuzu dartaq. Növbəti hərəkətdə yenə də bunu elədikdən sonra sadəcə oxlovu çalışırıq boynumuzun arxasına salaq, ancaq bu şəkildə yox. Bökülmürük, belə-belə eləmirik. Bədənimizi düz saxlayırıq və düz hərəkətləri işləyirik. Bu zaman arxa əzəllər çox gözəl işə düşür. Çiyin əzəlləri, boyun əzəlləri, hamısı çox gözəl işə düşür. Adicə belə yüngül bir alətlə də bu hərəkəti bir neçə dəfə eləyəndə əzəllərin sıxılmasını hiss edəcəksiniz. Növbəti hərəkətimiz, hörmətli izləyicilər, mən burada alətdən istifadə edirəm. Siz jgutu, məsələn, stolun ayağından və yaxud da divanın ayağına ilişdirə bilərsiniz bu vəziyyətdə. Və necə yerinə yetirdik? Baxın, uzanırıq yerə, üz üstə. Bax, belə. Və jgutu eyni səviyyədə tuturuq və başlayırıq bu qaydada əllərimizi yerə qoymuruq. Əllər yuxarıda və çiynimizi açırıq. Baxın, qaydasını çalışırıq düz yerinə yetirək. Bir balaca da üzümüzü yuxarı qaldırırıq. Yəni ki, bu hərəkətin səhvləri budur. Bax ki, belə eləyəcək, əksinə irəli əzəlləri işləyir. Kürək əzəlləri az işə düşür. Mütləq dirsəklər yana. Bax bu şəkildə. Bu çox gözəl kürək əzələrini işə salır. Elhamdülillah. Hörmətli izləyicilər, hərəkətlərin sayı çoxdur. Daha çox hərəkətlər də var. YouTube-dan da baxa bilərsiniz. Ancaq yenə deyirəm, sayın çoxluğu vacib deyil. Mütəmadilik və sistematiklik vacibdir. Yəni, ən azı heç olmasa bu hərəkətlərin içindən 3-ünü, 4-ünü, 5-ini, kim neçəsini eləyə bilərsə seçsin və onu mütəmadi olaraq yerinə yetirsin. Əsas məsələ burada mütəmadilikdir. Yəni, sən bu işi davamiyyətli görsən, xeyrini görəcəksən. Yox. Bir gün eləyim, çox eləyim, sonra bir müddət buraxım, sonra yenə eləyim. Beləliklə heç bir nəticə əldə etmək olmur. Allah faydalı eləsin. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.